Rahim, elhamdülillahi ve salatu ve selamu ala Resulillah, amma ba'd. 2024-cü il sentyabrın 20'sidir bugün, cümə gündür. Allah Azza ve Celle hamımızı dində sabit eləsin. Özümə və sizə bir hədisi xatırladacağım. Muhammed sallallahu aleyhi ve sellem buyurur: Bədə'əl İslamu qariben və seyaudu qariben və tubə lil quraba. İslam dini qərib olaraq başladı, qərib olaraq dönəcək, qərib olaraq da qaydacaq. Nə xoş qərib olanların halına. Bu nə deməkdir qardaşlar? Qərib dərkən İslam dini az sayılı dürüst insanlarla başladı. Yenə də axirət gününə yaxın o az sayılı dürüst insanlarla qalacaq. O az sayılı o dürüst insanların nə xoş halına deyir Muhammed sallallahu aleyhi ve sellem. İslam dini gəldiyi zaman Muhammed sallallahu aleyhi ve sellem vardı. Yani yanında ilk iman edenlerden Ali radıyallahu anh vardı. Osman radıyallahu anh vardı. Ebu Bakr radıyallahu anh vardı. Ammar vardı, Yasir vardı ve onların ailesi vardı ve az adamlar var idi. Ve çevrede olan insanlar küfürün, şirkin, zinanın, oğurluğun ve pis günahların içinde məhvolup gedirlerdi. Ona göre Resulullah sallallahu aleyhi ve sellem ve ona inananları onlar kabul edebilmirler. Ve yaxşı olan, təmiz olan insanlar o günahların içinde, məhv olanların içinde qonaq kimi, yad adamlar kimi görünürlərdir. İslam qərib olaraq başladı, bu deməkdir qardaşlar. Və qiyamət gününə yaxın da, eyni zamanda dürüst insanların sayı azala getdikcə, pisliklər, pislik insanlar, günahlar, günahkar insanlar çoxaldığı zamanda, eyni İslamın əvvəlində olduğu kimi, o dürüst insanlar o pisliklerin içinde çok qərib olarak görünecekler. Bunu aydınlatan, daha izah edən başka bir hadis var. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, siz, hadisin mənası budur ki, Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, yani sahabelerinin önünden, orada yüzlerle, minlerle sahabelerin içinde, bugün aramızdaki o günahkarlar değil, necə seçilir, necə gizlənməyə çalışırlar. Görürsünüz mü? Yani hamı namaz əhli, hamı iman əhli, taqva əhli, tövhid əhli, oğurluq yox, yalan danışmaq yox, qeybət yox, zina yox, cinayət yox, heç bir şey, herkes tertemiz. Bu adamların içinde olan, o günahları eləyən adamlar necə gizlənə gəzmirlər, necə ortaya çıxmağa utanmırlar mı? Peygamber sallallahu aleyhi ve sellem deyir, gün gələcək, yeryüzünde o kadar fitne, o kadar şer olacak ki, iman ehli bugün içimizdeki günahlar gizlenen kimi o gün günahkarların içinde gizlenecekler. Yani o kadar günahlar adileşecek ki iman ehli onların içinde özlerini qərib hiss edəcəklər. Onların təzyiqindən, bunlar olan baskısından salamata çıxmaq üçün qaçıb gizlənmək zorunda qalacaqlar. Düşünürəm ki qardaşlar, biz bu dövrün içindəyik. Bu dövrə və yaxud da çox yaxınlaşmışıq. Əvvəllər insanlar günah eləyərkən, yanlış eləyərkən ən azından gözlərdən uzaq bir yerdə etməyə çalışırlardı. Ya Allah'tan qorxaraq, ya utanaraq, ya anasından, ya atasından, ya qəbiləsindən, ya qohum əqrabasından çəkinərək insanlar ən azından qınanmaqdan, evlənməkdən qorxaraq çəkinirlərdi. Bugün o çəkinmək məfhumu, anlayışı ortadan qalıqmaqla kifayətlənmirlər. Yani cemaatin önünde eləyirik, artıq kimsə vecimizə deyil. Bu qalıb bir qıraqda. Artıq günahları eləyib, milyonlara onu sərgiləyib, milyonların da onu etmələrinə sövq edirlər, ona dəvət edirlər, ona yönəldirlər insanlar. Biz rəzalətin bu səviyyəsinə, rəzalətin bu qədər yayıldığı bir zamana yaşanan bir dövrə gəlib çıxmışıq. Belə bir dönəmdəyik. Əvvəllər sən təsəvvür elə, bir adam yanlış eləyəndə bütün herkes onun anasını axtarardı, atasını axtarardı və s. ki adam çəkinərdi. Bugün təəssüflər olsun qardaşlar, təəssüflər olsun, o qədər alışılıb ki günahlar, səviyyə itməyi, əxlaqın aşağı düşməyi, sayıq böyüyə hörmət, kiçiyə rəhmət, insanlar arasında olan o səmimiyyət o kadar azalıb, o kadar itib ki, o kadar pisləşib ki, insanlar artıq yanlışlar elərkən xəcalət
çəkmək duyğusunu itiriblər. Utanmaq duyğusunu itiriblər. Bir çoxları az hissəsində qalır və onlar da hədisdə keçən o qəriblər. Sanki günah etmək normaldır və günahlardan uzaq durmaqdır cinayət kimi görünür bəzi yerlərdə artıq. Onun üçün, qardaşlar, salamat qalmağın yolu insanın inanclı olmağından irəli gəlir. İnanc səni yanlışlıqlardan hər zaman sənə mane olur. Onun qabağını alır. Nəyə görə? Çünki sən qorxduğun uca olan Allah sənə qoyduğu həddi aşmaqdan həm ondan utanırsan, həm Allaha olan sevgin ona mane olur, həm də qorxursan yanlışlıq etməkdən. Allahın əzəməti kimin qəlbində nə qədər böyük olarsa, o qədər Allahın dinində o insanın getməyi o qədər asan olar və o qədər o insan Allahın gözündə ucalar və fitnədən də salamat qalır. Əgər həqiqi mənada bir insan Allahdan utanmarsa, çəkinmərsə, qorxmarsa, insanlardan da qorxmağı, çəkinməyi, utanmağı çox az hissətə qalar. Əgər insanlardan da qorxmaqdan, utanmaqdan, çəkinmək hissindən vaz keçərsə, o insan alçaldığı qədər alçalar. Bugün bir çox yerlərdə bu səviyyənin baş verdiyini biz görürük. Başa düşürsünüz?